Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Bu ay 12 gün qeyri-iş günü olacaq. Mətbuat azın məlumatına görə 8 noyabr, Zəfər günü şənbə günündən 9 noyabr, Dövlət bayrağı günü isə bazar gününə düşdüyü üçün həmin tarixlərdə ardıcıl istirahət olacaq. Bununla əlaqədar 10 və 11 noyabrda qeyri-iş günü kimi müəyyən edilib. Beləliklə, bu ay şənbə və bazar günləri də nəzərə alınmaqla 1, 2, 8, 9, 10, 11, 15, 16, 22, 23, 29 və 30 noyabr tarixləri istirahət günləridir. Ümumilikdə bu ay 12 gün iş olmayacaq. 2026 il üçün dövlət büdcəsi gəlirlərinin 16 milyard 910 milyon manatı, yəni 43,8%, dövlət vergi xidmətinin xətti ilə daxil olmaların payına düşəcək sfera az xatırladır ki, büdcə gəlirlərin 12 milyard 835 milyon manatı 33,2%. Dövlət neft fondundan transfertlər 6 milyard 862 milyon manatı 17,8%. Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olmalar digər gəlirlər hesabına formalaşacaq. Bir çox məsələnin vergi yükünün üzərinə düşməsi fonunda bu artım qida məhsullarının və xaricdən gətirilən malların qiymətinə necə təsir göstərəcək?